Tolga'ya o universitetdən çıxanda. Mən universitetdən çıxardım. Hə, dedim ki, nə edirsən falan. Oturduq, gördüm ki, belə tıncıxır da, başa düşdün. Dedim ki, telefonuna baxın falan. Mən də hər dəfə onun telefonuna baxan idim. Gördüm ki, tanış oldular, görüş planlayırdılar. Götürüm mən bunu. Gülmə də, pis olmuşum, niyə elə gülsən? Hə, Götürdüm bu telefonu. Atdım. Bilmədim də nə oldu. Sonra çıxdım, gəldim evə. Prosta mən bunu ailəmə yanında çox tərləmişəm. İndi içimdə bir şey qalıb da, bunu qaytarmalıyım mən. Prosta yiyeyim, bilmirəm. Utanıram da ayrılmışam deməyə. Bunun elə bir şey qarşılığını vermək istəyirəm. Prosta barışmaq istəmirəm qətiyyən. Neyiniyim mən ona? xəyanət edib sənə. Görüş planlayışlar da, danışıqlar görüş planlayışlar. Eləməyə doğru gedirmiş də. Hə. Tez tutmusan. Allah üzür baxıb. Nə bə? Ona nə edeyim ona? Ondan heç nə. Maşını varsa maşını cırıq-cırıq elə. Qorxma arxanda. Evə gələndə də ana bacı söyüşü, belə qəşəng yağını, ya ana bacı söyüm, ana bacı günahdır, özünü söy. Ged otur padurqalarından bir yerdə. Başlayacaq sən atvetvi qaytarmaq üçün sən dalbadal yığmağa. Qızlar da ki yalvarır mənə. Vəsiyo. Qızlar bilmir, ailəmə nə deyim? Elə ailəvə də deyirəm, yalvarır, qəbul eləmirəm. Deyim, xəyanət eləyim. Demə xəyanət, istəmirəm, fikrimi dəyişdim. Yaxşı. Mənə o səni sevirsə səndən əl çəkməyəcək. Eybi yoxdur, indi bir dəfə enerjin olmaz da yatışır. Sevir, dəqiq bilirəm. Prosta mən özümə sığışdıra bilmirəm. Dəqiq bilirsən sevir. Hə. Dəqiqdir. Hə, 100%. Milyon faiz. Milyon faiz. Onda üçüncü danışmırsan, ayrıl bir ay oğlana göstərmə özünü. Görək nə edəcək. Demirsən, dəqiq bilirəm. Xəyanətin necə keçin bəs? Deyirəm ki, ayrıl bir aydan sonra görək nə edəcək. Səni əldə eləmək üçün görək nə edəcək. Mən ona nəsə eləmək istəyirəm. Sən xəstəsən? Hə. Güclü ki bu ala.